Amerika Birləşmiş Ştatları və İran arasındakı danışıqların sadəcə iki sonu ola bilər. Yaxşı və pis. Belə bir qənaətə ABŞ prezidenti Donald Trump gəlib. Onun sözlərinə görə iki ölkə arasında razılaşma bağlansa, bu bir çox insanın həyatını xilas edə bilər. Hesab edirəm ki, iş yaxşı gedir. Ciddi görüşlər keçirilir. Bu məsələdə çox səy göstəririk. Düz istiqamətdə irəliləyirik. Bir çox insanın həyatını xilas edəcək yaxşı qərara gələ bilərik. Ekspertlər hesab edirlər ki, bu danışıqlarda hər iki tərəfin öz məqsədi var. ABŞ ilk növbədə İranın nüvə proqramının yarada biləcəyi təhlükəni aradan qaldırmaq istəyir. İransa iqtisadi sanksiyaların ləğv edilməsinə nail olmaq niyyətindədir. Ölkə rəsmiləri bunu dəfələrlə vurğulayıblar. İstənilən danışıqlarda əsas tələbimiz sanksiyaların aradan qaldırılmasıdır. Həmin sanksiyalar elə şəkildə ləğv olunmalıdır ki, bunun nəzərə çarpacaq nəticələrini görə bilək. İran sakinlərinin fikirləri isə bir mənalı deyil. Bəziləri danışıqları dəstəkləyir, digərləri isə bütün prosesə şübhə ilə yanaşırlar. Danışıqlar effektivdir. Mən elə gəlir tərəflər buna daha əvvəl başlamalı idi. Ümid edirəm ki, nəticə olaraq və keçmişdə olduğu kimi sadəcə boş vaxt tutmaq vasitəsi olmayacaq. Amerika Birləşmiş Ştatları son dəfə verdiyi vədləri əməl etmədi. Buna görə də nəticə əldə edə bilmədik. Ümid edirəm ki, hökumətimiz bu dəfə daha diqqətli olacaq. Razılaşmaya nail olmalıdırlar. Artıq kifayət qədər görüşlər keçirilib. Tərəflərin ləngimədən tez bir zamanda razılığa gəlmə istəkləri də qabarıq sezilir. Sual yaranır. ABŞ Trump'ın birinci prezidentliyi dövründə İranla nüvə sazişindən niyə çıxdı? İndi biz İranla nüvə sazişinin imzalandığı 2015-2016-cı illərə qayıdırıq. Trump'ın sazişdən çıxmasına haqq qazandırmaq üçün göstərilən səbəblərdən biri Obamanın nüvə sazişini Senatda bütün təsdiq prosesindən keçirməməsi olub. Lakin Trump'ın özü vacib addımları administrasiyası ilə məsləhətləşmədən atırdı. 2015-ci ildə İran, ABŞ, Birləşmiş Krallıq, Fransa, Almaniya, Rusiya və Çin nüvə sazişi imzalayıblar. Bunun müqabilində İrana qarşı beynəlxalq sanksiyalar aradan qaldırılıb. 2018-ci ildə isə Donald Trump müqaviləni pis razılaşma adlandıraraq sazişdən çıxıb. Bundan sonra ABŞ İrana qarşı sanksiyaları bərpa edib. Buna cavab olaraq İran uranı zənginləşdirməyə başlayıb.